Uşaqlar, 11-ci sualın üzərindən keçmək istəyirəm. Bilirsiniz ki, bu 9-cu sinif buraxılış toplusudur. Bəzi suallar məhz imtahanda iştirak olunmuş suallardır, istifadə olunmuş suallardır. 11-ci sualda deyir ki, uşaqlar, bərabər yanlı üçbucağın oturacağına paralel olan orta xətt 6 sm-dir. Uşaqlar, ümumiyyətlə bilirik ki, üçbucağın orta xətti oturacağa daima paralel götürürük. Bura 6-dırsa uşaqlar, yadınızda qalsın. Orta xətt həmişə oturacağın yarısına bərabərdir uşaqlar. Bunu unutmayın. Orta, yəni orta hissəsi sayı uşaqlar. Demək, oturacaq hissə 2 dəfə artı olmalıdır. 6-yı vuruq 2-yə, 12 eləyəcək uşaqlar. Perimetr tərəflərinin cəmi isə 38-dən 12 çıxacaq, eləyəcək 26, böləcək 2-yə, 13, 13. Çünki yanları bərabərdir. Perimetr nə mənası tərəflərinin cəmidir uşaqlar. Bərabər yanlı üçbucaqdır uşaqlar, 12 üçün izah edirəm. Yanlar bərabər olduğu kimi yana aid olan bu AB bucaqlara bərabərdir uşaqlar. Bunu həmişə xatırlayın. Daim imtahanda istifadə olunan sual tiplərindəndir. CAD bucağına 48 dərəcə veribdir. Yəni bax bu hissə eləyib 48. BAD uşaqlar daxili hissədə eləyibdir. BAD. Həmişə bucaqları bəzən qarışdırırsınız adlandırmaqda. Ortada nə görürsünüzsə həmin bucağın yerini qeyd etmək istəyir. Baxın, hər ikisində A bucağı görürsünüz. Demək, hər biri A bucağın üzərində gedən prosesdir. Fərq ondadır ki, CAD-nin üzərində, yəni yuxarı hissədir. BAD-dir. BAD, hə, bura 17 dərəcədir. Aha, 17 dərəcədir uşaqlar. O zaman A bucağı bütöv bu bucağın 48-dən 17-nin cəminə bərabərdir. 48-dən 17-nin cəmi eləyir. Uşaqlar 5, 50, 65 dərəcə. Demək, A bucağı etdi 65 dərəcə. Bərabər yanlı dediyinə görə, yəni yanlar da bərabərdir, yana aid olan bucaqlar da bərabərdir. Demək, onda A bucağı 65 isə bərabərdir B bucağına. A ilə B yanlar eyni olduğu kimi yana aid olan bucaqlar da eynidir. 65-65-in cəmi 130 dərəcə. Üçbucağın daxili bucaqlarının cəmi 180 olduğuna görə 180-dən çıxılır 130 dərəcə. Cavab oldu 50 dərəcə Y variantı. Uşaqlar, 13-ə gəldikdə bu tiplər demişəm, necə yazırıq yanına? 6-cı sinif dərsliyində bu mövzu var. Tənasüblik, yəni nisbət. 4K, 5K, 9K. Cəmi olacaq nə? 180 dərəcə. Yenə deyirəm 4K, 5K, 9K. Aha, 180-dən alacağıq K-yı tapıb 4-ə vuracağıq, 5-ə vuracağıq, 9-a vuracağıq, kiçiyini seçəcəyik. Uşaqlar, 15-ci suala gəldikdə isə bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180-dir. Və burada da bax balaca bir yerdə yeni bir üçbucaq əmələ gəlib uşaqlar. Gördüyünüz kimi bu hissədə bir üçbucaqdır əslində. Aha. Üçbucaqdır. Onda üçbucağın daxili bucaqlarının cəmi 180 olanda 100-dən üzərinə 48 gələcəm, 148 eləyəcək. 180-dən çıxanda A bucağı eləyəcək 32. Və yenə ABC üçbucağına bütöv baxanda 32-nin üzərinə 50 gələcək. Aldığımız cavabı 180-dən çıxacağıq ki, B bucağını tapmış olacaq. O da eləyəcək B variantı. 15-16 bir-birinin oxşarıdır. 17-yə gəldikdə uşaqlar, düz bucaqlı üçbucağın bir bucağı düz bucaqdırsa, məntiqdən də anlayırıq ki, qalan ikisinin cəmi olacaq 90 dərəcə. Onda biri x-dır, o birisi 4x bərabərdir 90 dərəcəyə. 18-ə gəldikdə uşaqlar, burada bildirilib ki, DAB bucağını tap. Ortada hansı hərfi görürük? A hərfini görürük. Yəni A bucağının qeyd olunan hissəsini yumurlayacağıq, yəni bucaq şərəsini qoyacağıq. DAB-yə gəldiksə, demək A bucağı bax buradır. Uşaqlar, əgər burada balaca bir üçbucaq formalaşıbsa, balaca bir üçbucaq beləsini DAB şəklində. O zaman bax bu bucaq 55 dərəcə. Bu üçbucağın xarici bucağı olur uşaqlar. Üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni 55-dən 45 çıxacaq, o da eləyəcək 10 dərəcə. Yəni demək istəyir 45-in üzərinə gəlmişəm 55 alındı. Yenə deyirəm üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir.